Zeynalabdin əsəri. Elə bil ki, nəhəng bir təndiri başı üstünə çevirmişdilər. Göydən günün şüaları əvəzə nəhəng alov dilləri uzanırdı. Zeynalabdinə elə gəlirdi ki, bu saat Bibiheybət mədənləri od tutub yanacaq. Hara od tutub yanacaq? Bibiheybət mədənləri. Və onu söndürmək üçün Xəzəri suyunu əndərsən də xeyri olmayacaq. Hər tərəfdə torpaq qapqara idi. Elə bil gecənin bir parçası abşırına çökmüş, onu əbədi zülmətə çevirmək istəmişdi. Uzaqlarda görünən kiçik daxmalardan çıxıb harasa tələsən adamlar da qapqara idi və onları beləcə qaraldan neftdən ümid gözləyirdilər. Adamlar hər gün təzə bir xəbər sorağı ilə yuxudan ayılırdı. Deməli, hər gün adamlar necə yuxudan ayılırlar? Təzə bir xəbər sorağına. Elə bil Zeynalabdinin özü də hər gün Bibiheybətdə şərikli aldığı bu torpaqdan neft çıxacağı ümidi ilə yaşayırdı. Səhərdən axşamacan quyunun içində əlləşir, amma bir şey çıxmırdı. Dünən şəriki çıxıb getdi. Deməli, Zeynalabdinin neyi var idi? Şəriki var idi. Bu yerdən heç su da çıxmaz. Havayı özümüzə əziyyətə salmışıq. Zeynalabdin borc pul tapıb şərikinin haqqını verdi. Onu yola saldı. İndi torpağa verdiyi pullar da quyu qazmağa çəkdiyi xərc də özünün əziyyəti də havaya gedirdi. Deməli, şərikinin pulunu necə verib? Borc pul tapıb verib. Qulağını quyuya dirədi ki, görsün oradan bir hənirti gəlirmi, amma oradan səs-zad gəlmirdi. Zeynalabdin qara bir daşın üstündə oturub ötən günlərini yada saldı. Deməli, keçmiş günlərini Zeynalabdin burada xatırlayır. Atası Tağı kişi hələ 10 il əvvəl ona öz yanında işləməyi təklif etmişdi. 10 il qabaq. Gəl yanımda pinəçilik elə, sağ olsun cəmaətə, bizi birtəhər dolandırar. Yox ata, mən bənna olmaq istəyirəm. Əlim ayağım sağ, qolumda da gücüm. Nə üçün pinəçi olmalıyam? Atası Zeynalabdinin tərsliyini bilirdi. Dediyindən dönməyəcəkdi. Buna görə də dillənmədi. Anası Ana xanım öləndən sonra atası evlənmişdi. Təzə arvadından 5 uşağı olmuşdu. Deməli, Ana xanım bunun anası idi. Həmçinin anası öləndən sonra evlənir və 5 uşağı da olur. Yəni bunun 5 bacı qardaşı olur. Yəni biz bilmirik ki, burada bacı qardaşı neçə dənədir, neçə nəfərdir. Kişinin vəziyyətinin ağırlığını Zeynalabdin başa düşürdü. Yəni başa düşürdü ki, atasının 5 uşağı da var, onlara da baxmalıdır və s. Anası ölür və anası da baxır. Deməli, buradan bildik ki, Zeynalabdin borc pul tapır, şərikinə verir, onu yola salır, sonra özü təbii ki, borcun içində qalır. Atası onu bundan əvvəl Tağı kişidir ki, gəl yanında pinəçilik elə. O deyir, yox, mən bənna olmaq istəyirəm. Niyə pinəçi olmalıyam? Anası Ana xanım öləndən sonra atası evlənir və digər yoldaşından da 5 uşağı olur. Keçdi 124-də. Buna görə də hələ 12 yaşı olanda tikintidə fəhlə işləməyə başladı. Deməli, Zeynalabdin 12 yaşı olanda tikintidə fəhlə işləməyə başlayır. Palçıqla dolu ağır çanağı başında güclə aparırdı. Bir dəfə çanaq həddindən artıq ağır olduğu üçün Zeynalabdinin ayaqları titrədi. Az qaldı ki, çanaq qarışıq yerə sərilsin. Dişlərini və dodaqlarını bir-birinə sıxıb bütün gücünü topladı və palçığı ustanın yanına apardı. Yaxşı ki, divar hələ alçaq idi. Bu ağırlıqda palçığı pilləkənlə çıxarmaq qətiyyən mümkün olmazdı. Düz 18 yaşına kimi o beləcə işlədi. 18 yaşına kimi bu ağır işdə işləyib 12 yaşından 18 yaşına kimi. Qəpik-qəpik yığdı, birazdan bənna oldu. Hətta podratçı memar keçdi. Xeyli pul əldə edəndən sonra Bibiheybətdə yer aldı. Məqsədi də bu idi ki, bəlkə quyu fontanı vura, Zeynalabdin kasıbçılığın daşını bir yolluq ata. Amma indi borcu xırtdəyinə çıxmışdı. Daha heç kəs ona nisiyə işləmək istəmirdi. Hamı çıxıb getmişdi. Deməli, heç kəs deyir ona nisiyə işləməyi istəmir. Hamı çıxıb getmişdi. Bu boyda mavi göyün altında və qapqara torpağın üstündə bığ yeri təzəcə tərləyən Zeynalabdin tək qalmışdı. Diqqətli oluruq, bax, deyir ki, hamı çıxıb getmişdi. Yəni artıq onun heç bir köməyi yox idi. Eybi yoxdur. Göydə Allah da təkdir deyə özünə ürəkdirək verirdi. Zeynalabdin külüng və belini götürüb yenə quyuya düşdü. Günəş işə torpağa mümkün qədər çox qızdırırdı ki, bəlkə bu cavan dediyindən dönsün. Deməli, günəş də çox qızmar olub da, günəş də çox isti olub hətta. Lap nağıllarda olduğu kimi günlərin birində Zeynalabdin quyunun dibində qeyri-adi bir səs eşitdi. Elə bil aşağıda torpağın altında qatarlar gedirdi. Bu gürultu getdikcə şiddətlənirdi. Zeynalabdin başa düşdü ki, quyu tezliklə fontan vura bilər. Birtəhər quyudan çıxıb oradan uzaqlaşdı. Günəş batmaq üzrə idi. Son şüalar Zeynalabdinin həyəcanlar rəngini dəyişmiş, sifətində bərq vururdu. O isə gözlərini quyudan çəkmir. Deməli, diqqətli oluruq. Deyir ki, qeyri-adi bir səs eşidir. Ondan sonra
Zeynalabdin başa düşür ki, quyu tezliklə fontan vura bilər. Birtəhər quyudan çıxıb oradan uzaqlaşır. Günəş batmaq üzrə idi. Son şüalar Zeynalabdin həyəcandan rəngini dəyişmiş sifətində bərq vururdu. O isə gözlərini quyudan çəkmirdi. İndi bayaqki səs daha da bərkmişdi. Yəni səs getdikcə daha da artır. Elə bir nəhəng bir qatar vağzala yaxınlaşırdı. Birazdan lap qatarın fitinə oxşayan səs eşidildi və qeyri-adi bir hadisə oldu. Zeynalabdin ömründə fontan vuran quyu görməmişdi. Deməli, Zeynalabdin heç vaxt ömründə fontan vuran quyu görməyib. İlk dəfə də bu özünün qazdığı quyuda fontan vurduğunu görmüşdü, amma o quyuları fontandan sonra görüb. Demək, quyu görüb, amma məhz fontan vuran anda görməyib də, yəni. Nəhəng qara çayın ətrafı basdığını, yolu izi necə qaraltdığını görmüşdü, amma indi başqa bir mənzərə gördü. Əvvəlcə qapqara bir fontan göyün üzünə qədər qalxdı, sonra Zeynalabdini təpədən dırnağa qədər neftə qərq etdi. Yəni bu fontandan Zeynalabdin də pay alıb. Daha sonra anlaşılmaz bir qarşılıq yarandı. Aha, nə qarşılığı yarandı? Baxaq, 124, 125. Çox getdim, 125. Hə. Zeynalabdin gözlərini tutmuş, mazutdan güclə təmizləyib baxanda nəhəng bir qara çayın ona tərəf necə axdığını gördü. Bəli, onun quyusu fontan vurmuşdu. Belə anlarda adam bilmir, sevincdən ağlasın, yoxsa gülsün. Zeynalabdin key-key onu qucaqlayan çaya baxdı və neft onun dizinə çatanda başa düşdü ki, çayın içində boğulub ölə bilər. Yalnız bundan sonra oradan qaçıb özünü vaxtsız ölümün əlindən qurtardı. Bəli, deməli, ölümlə üz-üzə qalıbdı burada. 1873-cü ilin isti avqust ayında Başmaqçıoğlu Zeynalabdinin quyusu fontan vurdu. Kimi? Başmaqçıoğlu Pinəçi də xatası. Zeynalabdinin quyusu fontan vurdu. Və cəmi 1-2 ildən sonra Zeynalabdinin adının qabağına milyonçu sözünü də artırdılar. Artıq Zeynalabdin milyonçu oldu. Neft milyonçu Zeynalabdin oldu, milyonçu Zeynalabdin. Neft quyunun dibindən fontan vurandan sonra elə bir pul da fontan vurdu. Neft alanların arabaları gəldi. Pul sel kimi onun cibinə dolmağa başladı. Zeynalabdin bu qədər pulu ömründə görməmişdi. Fikirləşdi ki, axı bu qədər pulu evdə saxlayıb çürütməyin nə mənası var? İlk dəfə bax bu evi tikdirdi. Evin girəcəyinə bir fikir verin. O zaman Bakıda tikilən evlərin heç biri buna bənzəməz. Deməli, bunun tikdirdiyi evin, yəni Zeynalabdin tikdirdiyi evin bənzəri yox idi. Tezliklə köhnə milyonerlər əl-ayağa düşdülər. Oğul, bu boyda evi tikməkdə məqsədin nədir? Evdir də, tikdirirəm deyə Zeynalabdin sakitcə diləndi. Yox da, evin də bir ölçü biçisi olar. Bir balaca ailən üçün bu boyda ev tikdirməyin nə mənası? Nə biləm, mən bilən mənası yoxdur. Deməli, bu fikirləri kimlər deyirlər? Köhnə milyonerlər deyirlər. Hə, orasını unutdum. Deyim ki, Zeynalabdin Azərbaycan xalq ədəbiyyatının bilicisi idi. Kim idi? Azərbaycan xalq ədəbiyyatının bilicisi idi. Hələ usta yanında şagird işləyəndə onu bütün çətinliklərdən xalq ədəbiyyatı qoruyub çıxarmışdı. Ən çətin vaxtlarında Zeynalabdin dözüm haqqında, xalqın igidliyi barədə ürəyində bayatçı deyər, sonra da daha əzmlə işləyərdi. İndi də dilinə belə bir bayatı gəldi. Deməli, yadda saxlayırıq ki, Zeynalabdin həmişə çətin vaxtlarında hansı şifahi xalq ədəbiyyatının yaradıcılığını deyərdi, bayatını deyərdi. Demək, çətin vaxtlarında bayatı deyərdi və burada da bir bayatı işlənib. Deyir ki, bu qala bizim qala, həmişə bizim qala, tikmədim özüm qalam, tikdim ki, izim qala. Aha, demək, bayatıdır. Yadda saxlayırıq ki, burada bayatdan istifadə olunur. Başqa bayatdan istifadə olunan hansı əsərlər var idi? Siz onu keçməmişsiniz, qarşıda keçəcəksiniz. Səməd Vurğunun Vaqif pyesində Kürd Musanın dilindən bayatı deyir, biz onu eşidirik. Burada da həmçinin bayatı deyilir. Aha, indi də dilinə bir bayatı gəldi. Bunu da Zeynalabdindir bu bayatını da. Keçək 126-ya. Tikdirdiyi bu xalq hikmətinin mənasını hər milyonçu başa düşməz. Zeynalabdin deyirdi ki, yəni bu evi özüm üçün tikmirəm. Ha, mən dünyada köçəndən sonra xalqıma lazım olacaq. O haqlı imiş. İndi bu evdə Azərbaycan Tarixi Muzeyi yerləşir. Nə yerləşir? Azərbaycan Tarixi Muzeyi yerləşir. Dünyanın hər tərəfindən qonaqlar içəri girən kimi əvvəlcə heyrətlə bu gözəl binanın quruluşuna baxır, sonra ayaqlarına xüsusi ev ayaqqabıları geyinirlər ki, onun gözəl döşəməsini xarab etməsinlər. Deməli, evə girəndə xüsusi ev ayaqqabıları geyinirlər. İndi isə sənə qız məktəbinin tarixini danışıb. Bu bina 1898-ci ildə tikilməyə başladı. Neçənci ildə? 1898-ci ildə. 1900-cü ildə isə hazır oldu. Deməli, 98-də tikməyə başlayırlar, 1900-cü ildə isə hazır olub. Amma bu vaxtacan Zeynalabdin həcc ziyarətinə getmişdi. Deməli, bu tikilib qutarana qədər Zeynalabdin həcc ziyarətinə də həmçinin gedib. Bakının 150 kilometrliyindən Şollar
Şollar su kəmərini çəkdirmişdi. Deməli, bu evi tikdirir, sonra həcc ziyarətinə gedir, evi tikib qurtarmamış gedir. Hətta şollar su kəməri çəkdirir Bakının 150 kilometrliyindən çox-çox işlər görmüşdü və 3 dəfə qız məktəbi açmaq barədə yuxarılara müraciət edib. Deməli, 3 dəfə müraciət edib ki, qızlar məktəbi açılsın. Amma imperator 3-cü Aleksandr bu işə razılıq verməmişdi. Elə ki, 3-cü Aleksandr ömrünü sizə bağışladı, yəni o dünyalıq oldu və 2-ci Nikolay taxta çıxdı. Hacı Zeynalabdin Tağıyev fürsəti itirmədən Nikolayın arvadı, kim? Nikolayın arvadı Aleksandra Fyodorovnaya bahalı bir hədiyyə göndərdi. Aha, deməli, bir də təkrar kimi 1898-ci ildə bina tikilməyə başlayır. 1900-cu ildə tikilib qurtarılır və bu tikib qurtarılana qədər həcc ziyarətinə gedib gəlir. Bakının 150 kilometrində şollar su kəməri çəkdirir. 3 dəfə qızlar məktəbi tikilsin deyə yuxarılara müraciət edir, amma imperator 3-cü Aleksandra buna razılıq vermir. O öləndən sonra isə 2-ci Nikolay taxta çıxır və onun yoldaşı Nikolayın adı Aleksandra Fyodorovnaya bahalı bir hədiyyə göndərir. Bunun üstündən az bir vaxt keçəndən sonra Nikolaydan xahiş edir ki, Bakıda qız məktəbi açmasına icazə versin. Onu da bildirdi ki, həmin məktəbə Aleksandra Fyodorovnanın adını verəcək. Deməli, qız məktəbi açılsın və onun yoldaşının adını verəcəyini deyir. Aha, gedək 126-ya, 127-yə daha doğrusu. Burada gördüyünüz kimi qızlar da hamısı. Bir özünüz düşünün, bütün bunları Bakı milyonçusu kimin üçün edirdi? Xalqın uşaqları üçün. O deyirdi ki, qoy Azərbaycan qızları elm oxusunlar ki, sabah həm başqalarını öyrətsinlər, həm də evdə öz balalarını tərbiyə edə bilsinlər. Amma Nikolayın razılığından sonra məlum oldu ki, belə bir məktəbi açmaq elə sən deyən asan iş deyilmiş. Bakının köhnə dindarları, qoçular, Hacı Zeynalabdinin ayağını qazanlar küçələrə çıxıb Vaveyla, abır həyamız, dinimiz əldən getdi deyə qışqırır. Cəmaatı qəzəbləndirməyə çalışırlar. Adətən dünyanı dərk edə bilməyən adamlar belə anda çox qəzəblənir. Güclü bir qüvvəyə çevrilə bilir. Hacı vəziyyətin belə şəkil alacağını gözləmirdi. Fikirləşirdi ki, yəqin xalq bu işə sevinər. Amma tərsinə oldu. Qız məktəbinin taleyi tükdən asılı idi. Hacı ruhdan düşsəydi, hər şey batmışdı. Amma Hacı da dediyindən dönən adam deyildi. Üstəlik orasında yaxşı bilirdi ki, məktəbi olmayan bir xalqın gələcəyi yoxdur. Xalqın gələcəyi naminə bu məktəb tikilməlidir. Onun nə qədər xərc aparacağını isə Hacı Zeynalabdin qətiyyən neyləmirdi, hesablamırdı. Onun bircə şüarı var idi. Mənim yerim altından çıxan pulum yerin üstünü bəzəməlidir. Çox gözəl bir sözdür. Deyir, mənim yerin altından çıxan pulum yerin üstünü bəzəməlidir. Aha, keçək 128-ə. Qız məktəbinin tikintisi o zamanın qızıl pulu ilə 184 min manata başa gəldi. Aha, neçə min manata? 184 min manata. Sonra Hacı İstanbuldan, Məkkədən və Mədinədən başqa dini mərkəzlərdən Bakıya adamlar dəvət etdi. Gələnlər gəldi, gəlməyən din xadimlər yazılı iltimas göndərdilər ki, müsəlman qızları da oğlanlar kimi məktəbdə oxuya bilərlər. Bundan sonra düşmənlərin səsi batdı. Qoçuların xəncəri qınına, tapancası qoburuna girdi. Hərə öz evinə çəkildi və Hacının ən böyük arzularından biri olan qız məktəbi açıldı. Yəni ki, orada bəzi dırnaq içindəki düşüncəli insanlar deyirlər ki, hansı ki, burada deyir ki, qoçular deyir, düşmənlər, hansı ki, bu içimizdə olan düşmənləri nəzərdə tutur və onlar qızların ümumiyyətlə məktəb oxumasına razılıq vermiblər, amma Hacı Zeynalabdin isə din adamlarından məsləhət almaq üçün onları dəvət edib və onlar da gəlməyənlər də həmçinin bildiriblər ki, qızlar da oğlanlar kimi oxuya bilərlər. Hənifə xanım Məlikova məktəbin müdiri təyin olundu. Hənifə xanım böyük alim və yazıcı Həsən bəy Zərdabinin həyat yoldaşı idi. Məktəbdə əvvəllər 58 nəfər oxuyurdu. Deməli, birinci 58 nəfər oxuyurdu. Onlar burada pulsuz yeyib geyinirdilər. Məktəbin bütün xərcini Hacı çəkirdi. Sonra xərci biraz da artırdı. Məktəbi seminariyaya çevirdi. Yəni fikir verirsə seminariyaya çevirib böyük bir işdir. Dünyanın hər tərəfindən Bakıya gələn qonaqlar hökmən qız məktəbində olur. Hacının xalq maarifinə bu qədər can yandırmağına heyrət edirdilər. Bir dəfə İran şahı öz arvadı ilə bu məktəbə qonaq gəlir. Şah arvadı məktəbin şagirdlərinin hərəsinə qızıl boyunbağı keçirmiş bir onluq qızıl bağışlayır. Çox sağ olsun. Qızlar burada Tağıyevin atalıq qayğısı altında oxuyub təhsillərini başa vururlar. Əgər vaxtı ilə həmin qız məktəbi açılmasaydı, indi Azərbaycanda bu qədər savadlı qadınlar olmazdı ki, təbii ki, haqlıdırlar. Bir də təkrar edirik. Deməli, burada xərcindən pul 184 min manata başa gəldi. Hacı sonradan Məkkədən, İstanbuldan, Mədinədən, başqa din mərkəzlərdən Bakı adamlar dəvət etdi ki, yəni burada qızlar da oxuya bilər. Onlar da təbii ki, bunu təsdiq elədilər. Sonra bəzi dırnaq içindəki düşmənlər və qoçular da
ki, bundan sonra sakitləşirlər. Məktəbin müdiri kim təyin olunur? Hənifə xanım Məlikova təyin olunur ki, bu da Həsən bəy Zardabinin həyat yoldaşı idi. Əvvəllər məktəbdə 58 nəfər qız oxuyurdu. Onlara hətta İran şahının öz arvadı nə qızıl boyunbağı qızıl boyunbağıya keçirilmiş bir onluq qızıl bağışlayır. Aha, bir dəqiqə. Hə. Sonra gedək bu tərəfə. Sonra burada Hacı Zeynalabdinə qarşı yəni sərhəd qoymaq istəyirlər, amma bacarmırlar bunu. Qayıtırıq. Təbii ki, o milyonçu idi. Məktəbin binası 1898-ci ildə tikilməyə başlayır, 1900-cü ildə isə hazır olur. Amma bu 2 il ərzində o həcc ziyarətə də gedir. Sonra Bakının 150 kilometrində Şollar su kəməri çəkdirir. Çox-çox işlər görür. 3 dəfə qız məktəbi açılsın deyə müraciət edir yuxarılara. 3-cü Aleksandr, İmperator 3-cü Aleksandr bu işə razılıq vermir. O öləndən sonra 2-ci Nikolay taxta çıxır. Və Nikolay taxta çıxandan sonra yoldaşına Aleksandra Feodorovnaya bahalı bir hədiyyə göndərir. Ondan sonra Nikolay xahiş edir ki, qız məktəbi açılsın. Həmçinin məktəbin adını da Aleksandra Feodorovnanın adı veriləcək deyə təbii ki, sonradan yəqin ki, razılıq verilir. Aha, 125-ə keçək. Sonra deməli milyoner olur, onu dedik. 1873-cü ilin isti avqustlarında başmaqçı oğlu Zeynalabdin quyusu fontan vurdu və s. bunu dedik. Milyonçu oldu və sonra pulu evdə saxlamadı. Ev tikdirməyə başladı. Köhnə milyonerlər ona əl-ayağı düşürdülər ki, bu boyda evi niyə tikdirirsən, niyə lazımdır axı? Və o hətta bayatı da deyir. Yəni çətin vaxtlarda Zeynalabdin dözüm haqqında xalqını gidləyib ardı ürəyində bayatı deyərdi. Yenə də bir bayatı deyir. Bayat hansıdır? Bu qala bizim qala. 12 yaş olanda fəhlə işləməyə başlayır. Ta ki 18 yaşına qədər işləyir. Hətta o şəriki var idi. Burada biz əvvəldə 1-2 şəriki var. Şəriki ilə onlar işi nəticə gətirib çıxara bilmirlər. Ona görə şərikinin pulunu borc pul düzəltib verir. Özü isə borc içində qalır və s. Atası ona Tağı kişi 10 il əvvəl deyir ki, gəl pinəçi ol. O deyir, yox, mən bəndə olmaq istəyirəm. Pinəçi niyə olmalıyam? Aha, bu qədər.